Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Əziz məclisə gələnlər və məclis iştirakçıları, bugün həqiqətən də dəyərli bir şəxsiyyətin, dəyərli bir insanın, dəyərli bir atanın, dəyərli bir alimin inşallah il dönümü məclisinə cəm olmuşuq inşallah. O ağanın pak və müqəddəs ruhuna salavat zikr eləyək. Yaxından, uzaqdan bu məclisdə iştirak edənlər inşallah siz də ənvatınızı yad eləyək. Cəmi ənvatlar ki, dünyasını dəyişib, onları valideynlər ki, dünyasını dəyişib inşallah ruhlarına salavat zikr eləyək. Və həmçinin inşallah alim üləmalar tarix boyu zəhmət çəkiblər, dünyasını dəyişiblər, şəhid olan alimlərimiz, müştəhidlərimiz. Onların ruhunun şad olması üçün və sağ qalan alim və müştəhidlərimizin inşallah ömürlərinin uzun və bərəkətli olması üçün Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr edir. Mən inşallah bir neçə dəqiqə sizin dəyərli vaxtınızı alacağım. Quran-ı Kərimdən bir ayə oxuyacağım. Ümumiyyətlə, alimlərin həqiqətən də qədrini bilmək lazımdır. Çünki alimlərimiz bizim dinimizi bizə öyrədib və bizi paçlığa, bizi halala, bizi halallığa dəvət edib. Və böyük xidmətləri olub alimlərimizin, o cümlədən də mərhum Şeyx Mosul Ağa həqiqətən də onun elədiklərinin bugün təsir və əsərin biz gözümüzlə buna şahid oluruq və görürük. Və onun zəhməti, onun əziyyəti öz bəhrəsini verib şükür Allaha, həmd olsun Allaha. Ki onun sayəsində bir çox alimlər tanınıb, bir çox şəxsən xüsusi olaraq bunu vurğulamaq olar ki, Ayətullah Sistani Ağa, Allah ömrün uzun eləsin, bərəkətli Allah ona ömür versin. Məsələn, o ağanı heç Azərbaycanın özündə də, Gürcüstanda da, hətta Rusiyada da belə əksəriyyət tanımazdılar. Çox insanlar bilməzdilər. Və o ağanın zəhmətindən, o ağanın fəaliyyətindən səbəb oldu ki, çoxlarımız böyük şəxsiyyətləri tanıdıq, çoxlarımız müştəhid tanıdıq və çoxlarımız bilmədiyimiz məsələləri mərhumun vasitəsilə, mərhumun elədiyi zəhmətin nəticəsində öyrənmişik. Yəni, bu barədə danışmağın heç yeri də yoxdur, çünki siz özünüz də o şəxsiyyəti gözəl tanıyırsınız. Mən deyərdim ki, alimlikdən öncə, alimlikdən müqəddəm olaraq o böyük bir şəxsiyyət idi və gözəl bir insan idi. Və həqiqətən gözəl, mehriban bir insan idi. Əxlaqı yerində, öz yerin bilən, çox danışmayan, yerində danışan və qayğıkeş bir şəxs olub. Və mənim şəxsən hamımızın boynunda və xüsusi olaraq bəndənin boynunda çox böyük bir haqqı var o kişinin. Allah onu rəhmət eləsin. Və bizim o ağa ilə bir çox səfərlərimiz olub. Bir neçə səfərdə də Kərbəla səfərimiz olub, Əl-Qədir konfransı, böyük bir konfrans tədbirinə səfərimiz olub. Hacı Nizami qardaşımız da bizlə olub. Və mən burada ki o mərhumu tanıyırdım, o qədər ki tanıyırdım, bu qədər ki bilirdim. Mən Nəcəf Əşrəfdə olanda mən gördüm ki mərhumu biz tanımamışıq. Həqiqətən də biz onu tanıya bilməmişik. Biz onu bir alim kimi, biz onu bir nümayəndə kimi, biz onu necə deyim, bir ruhani kimi tanımışıq.
Amma mərhumla bir yerdə biz orada bəzi insanlar, bəzi cələsələrdə böyük şəxsiyyətlərin bu kişi ilə, bu cür hörmətlə, bu cür qarşılamaqla doğrudan da mən gördüm ki, həqiqətən də biz ağanı burada adi bir insan kimi tanımışıq, adi bir ruhani kimi tanımışıq. Siz hamınız olmusunuz Ayətullah Sistani ağanın məhzərində olmusunuz, gedmişsiniz, ziyarət eləmişsiniz və görmüşsünüz ora giriş necədir, orada oturmaq necədir. Çox da heç vaxt da vermirlər sizə ki, oturub bir dərdinizi danışarsınız. Amma Ayətullah Sistani ağa o şəxsin, Şeyx Mosul ağanın o qədər xətrin əziz istəyirdi ki, elə ki eşitdi Şeyx Mosul ağa gəlib və biz də onun yanında, mənim şahidim də var, Hacı Nizami təsdiq və təyid eləyə bilər. O adam təsəvvür edin yerindən qalxdı və bizim heç üstümüzü axtarmadan, heç bizdən heç nə soruşmadan biz içəri daxil olduq. O boyda şəxsiyyət gəldi, Sistani ağanı necə qucaqladı Mosul ağanı, necə ondan görüşdü və bizlə görüşdü və biz orada saatlarla da oturardıq. Və biz neçə vaxt bizim üçün ayrıldı və danışıldı, deyildi və hamımız dərdimizi də deyə bildik orada Sistani ağaya və şəxsən Hacı Nizami ağa özü də danışdı orada. Yəni böyük bir şəxsiyyət idi və ondan başqa biz orada tədbirlərə böyük şəxsiyyətlərin huzurunda olduq. Mən gördüm o kişinin həqiqətən də böyük bir şəxsiyyət olmağını. Yəni həqiqətən də balaca bir adam, bizim müştehidlərimiz, bizim alimlərimiz doğrudan da bizim üçün ən böyük nümunədirlər. Ən böyük şəxsiyyətdirlər. Ki dünya onların bərəkətindəndir, onların nurundandır. Ki elə bir şəxsiyyət göndərib ki bizim yanımıza biz onu burada tanıya bilməmişik. Çünki o cür alimlər onların qədrin və dəyərin bilib də, onlar tanıyıb kimi hara göndərmək lazımdır. Həqiqətən də. Bir çox şeylər, xatirələr var və danışıldı deyildi. Mən istəmirəm onlara işarə eləyəm, vaxtınızı çoxalam. Həqiqətən də bir ata kimi çox böyük bir şəxsiyyət idi. Həmişə ruhanilərə yer verərdi və ruhanilərdən qabaq özüm atmazdı. Həmişə cavan ruhanilərə, bizlərə örnək olardı və bizi qabağa verərdi ki, biz danışaq. Biz məsələn xütbələr eləyək. Özü həmişə sakit qalardı. Sanki qıraqdan bir adam baxsaydı elə bilərdi ki, məsələn bu kişi kimdir ki oturub burada. Və da indi bunun fəaliyyətin siz hamınız buna şahidsiniz. O kişinin nə qədər mehriban, səmimi olmağı, onun nə qədər sadə yaşamağı. Hacı Famil qardaşım da işarə elədi. Həqiqətən də böyük bir şəxsiyyət üçün çətindir. Həm adam orada yaşaya, biz bunu alimlərimizdən görmüşük. Yəni bu qəribə bir şey deyil. Həm orada o iki balaca otaq, həm onun dərs yeri olsun, dərs də verib orada. Həm suallara cavab verib, qonaqları da qarşılayıb və orada ailə uşağı da orada qalıb. Bizim alimlərimiz bu cür olublar. Və bizim gördüyümüz də eşitmişdik biz. Bəzi alimlər evində məsələn otaqda pərdə çəkib, bir tərəfində ailəsi uşaqların saxlayıb, bir tərəfində dərs deyib. Biz bunları eşitmişdik alimlərdən, amma bəzi alimləri biz öz gözümüzlə gördük onların doğrudan da yaşayışı necə, insanlar necə sadə bir şəkildə yaşayırlar. Allah Təbarəkə və Teala Quran-ı Kərimdə bir ayə buyurur və bu ayə həqiqətən də alimlərin, həqiqi alimlərin gözəl sifətlərindən biridir. Allah Təbarəkə və Teala buyurur Bismillahirrahmanirrahim İnnəmə yaxşallaha min ibadihil ulema. Niyə alimlər Allah yanında dəyərlidirlər? Niyə alimlər bu qədər seçilirlər? Niyə alimlər bu qədər əzəmətlidirlər? Niyə biz alimlərimizin dəyərin bilməliyik, qiymətin bilməliyik? Niyə birinci bunlar gəlir? Allah bu ayədə bəhslər çoxdur. Amma Allah Təbarəkə və Teala buyurur ki, Allahın xəşiyyətindən, yəni Allahın əzəmətindən, Allahın nişanələrindən qorxan alimlər, yəni birinci qorxan alimlərdir. Allahı daha tez dərk edirlər. Allahdan qorxurlar və qorxduqları üçün Allah üçün xidmət edirlər. Bizim
tarixdə olan alimlərimiz bu cür olub. O cümlədən Şeyx Muhammed Mosul ağa doğrudan da Allahdan qorxan bir bəndə olub və doğrudan da Allah üçün yaşayıb, ömrün din üçün dindən danışıb. Bu adam dindən başqa bir şey danışmayıb. Ancaq təbliğat edib Allah yolunda. Və bu da onun göstəricisidir ki, həqiqi alimlər doğrudan da Allahdan qorxub özlərində məhsuliyyət hiss eləyiblər və vəzifə biliblər, gecə gündüz xidmət eləyiblər. Elə olub ki, məsələn, sizə birdən gecə biri saat 3-də zəng vursa narahat olarsınız. Amma mən bunun şahidiyəm, şeyxə gecə 3-də də zəng gəlib ona cavab verib. Sübh tezdəndən də zəng vurublar, ona da cavab verib. Çağırıblar, dəvət eləyiblər və tez də gəlib, vaxtında da gəlib çatıb. Hətta evlərə belə çağırıblar. Bəzilərimiz var ki, məsələn, evə desələr biz deyərik ki, yox, mən evə nəyə gedim, orada nə danışacağım, nə təbliğ eləyəcəm 5 nəfər adama. Bu şəxsiyyət o qədər sadə və böyük bir əzəmətli şəxs olub ki, baxmayıb ki, orada 5 nəfər var, 10 nəfər var. Mən gedərəm orada mənə qulaq asan 2 nəfər olar, neçə nəfər olar, yox. Hətta belə o cür yerlərə belə ağa heç vaxt narahatsızlığını bildirməyib və gedib öz moizəsini olub və yadımdadır qış gecələrinin birində bizim bir mömin qardaşlardan biri xahiş elədi ki, istəyirəm evimdə ağanı görəm. Və ağaya zəng vurdum, ağa ilə danışdım, dedim bir nəfər istəyir ki, səni evində görsün. Gecənin bir vaxtı, qış, soyuq, o vaxtlar məsələn, getdik ağanın dalıyca götürdük, gəldik. 3 nəfər adam var bunun evində, amma istəyir ki, ağa da orada olsun. Yəni, biz olsaq, məsələn, ərinərik. Qışdır, soyuqdur, gecədir, mən necə gedim? Bütün alimlərimiz belə olublar, ha? Amma Allah bizə bir dənə nümunə olaraq bu cür alimlərdən arada bir göndərib, dəyərli alimlərdən əlimizin içində saxlaya bilməmişik. Qədrin bilməmişik, dəyərin bilməmişik. Amma nemət əlimizdən gedəndən sonra görmüşük ki, həqiqətən də bu dəyərli bir şeydir. Necə bir ləmpənin, bir dənə fənərin başına yığışarlar ki, işıq saçar, qaranlıqda, zülmətdə bir nur verər, alimlərimiz o cür olublar. Şeyx Məhəmməd Mosul ağa bu cür olub. Qaranlıqda bir çıraq olub. Hamı onun başına yığışıb, hamı onun ətrafına yığışıb. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, bu adamın həqiqətən də bu o şəxslərdəndir ki, innəmə Allahdan, Allahın məişətindən qorxan, Allahın o bəndə olan alimlərindəndir. Bunu nə bizim malımıza aşıq olmayıb, nə bizim elə bir malımız olmayıb, elə bir ona məsələn pul verməmişik, deməmişik ki, məsələn falan kəs gəl, sənə bunu verəcək. Həmişə də xidmətdə olub, həmişə də özü xidmət edib, həmişə də özü ilk olaraq ruhanilərə dəyər verib, həmişə istər maddi və mənəvi, sonra da cəmaatın çoxsu şahiddir buna ki, nə qədər xidmətləri olub, köməklikləri olub. Alimlər bu cürdür. Əzizlərim, Allah alimsiz dünya qərar verməsin. Alim öldüsə, deyərlər aləm öldü. Bir alimin nuraniyyəti, bir alimin həqiqəti üzə çıxartmağı o qədər əzəmətli və dəyərlidir ki, mən bunu bilmirəm hansı cürdə deyim, hansı formada deyim ki, məsələ tam aydın olsun ki, niyə alimlər doğrudan da bu qədər dəyərlidirlər? Alimlərə görə Allah bir yerə bərəkət verər, alimə görə Allah bir yerə nuraniyyət verər. Amma alimin orada qədir bilinməz, dəyəri bilinməz, Allah öz bərəkətini o yerdən çəkər. O yeri xəstəlik basar, o yerdə mehribançılıq, səmimiyyət olmaz. Bizim böyük bir alimlərdən biri bir alimin barəsində, ümumiyyətlə alim barəsində bir rivayət nəql elədi. Axırıncı sözüm bu olsun. Deyir, bir məntəqə idi, orada bir alim var idi. Amma alimin dəyərin, qiymətini heç kəs bilmirdi. Yəni deyirlər ki, bu da molladır da, bu da nə deyə, bu gəlib, hə. Onun dəyərini bilmirdilər. O kənddə, o məntəqədə bir çoban var idi. İşi gücü kəndin qoyunun malını aparırdı otarmağa. Və bir gün gördü ki, bu qoyunun malın ətrafına bir dənə canavar, bir heyvandır, gəlir çıxır o təpənin yanına, amma qoyuna, heyvana da hücum eləmir.
üzün tutur bu şəhərə, bu məntəqəyə tərəf, canavardır da uluyur və çıxır gedir. Bu hər gün təkrar olur. Bu hər gün təkrar olur. Və bu çobana maraqlı gəlir, bir gün gəlir kəndin ağsaqqallarına, deyir ki, belə bir hadisə var, belə bir şey var. Deyirlər, şu canavardır da, heyvandır da. Günlərin bir günü canavar yenə gəlir orada, hakü düşür, qoyunmal hərəsi bir tərəfə qaçır. Bu canavar yenə təpənin üstünə çıxanda bu çoban yaxınlaşır ona. Allahın hikməti ilə, Allahın hökmü ilə, Allahın iradəsi ilə çoban bu canavardan soruşur ki, ay Allahın dilsiz, ağılsız heyvanı. Sən nədir hər gün gəlirsən bura və burada üzü tutursan, uluyursan, çıxırsan, gedirsən və mənim heyvanlarıma da dəymirsən. Bir Allahın iradəsi ilə bu dilə gəlir. Deyir, bilirsən, mən deyir, bizi bir xəstəlik tutub, dünyaya övlad ki gətiririk balalarımızı və balalarımızı xəstəlikdən ölürlər. Bunun da səbəbkarı siz cəmaatsınız. Bu təəccüb edir, deyir, bizim cəmaatın hansı əməli səbəb olub ki, sizin balalarınız məsələn ölürlər, qalmırlar. Deyir, sizin məntəqənizdə bir alim var. O alimin dəyərini bilmirsiniz, onun qədrini bilmirsiniz. O alimdən istifadə eləmirsiniz. Alim oturub evində və heç kəs də alimi dindirmir, alimin yanına getmir. Alimdən bilmədiyi şey öyrənmədiyinə görə Allah sizə bəla göndərir. Bəla da birinci biz dilsiz, ağılsız heyvanları tutur. Alimin bir yerdə olmağı budur. Bizim tarix boyu belə alimlərimiz olub. Ki, nə qədər misal Şeyx Qələm, Allah rəhmət eləsin, böyük bir şəxsiyyət olub. Şeyx Qələm də, əlbəttə 2 dənə Şeyx Qələmimiz olub. O ki, Nəcəf alim olub, Nəcəfdə bitirib gəlib. İnsanlar da onun dəyərin qədrini bilməyiblər. İnsanlar da ona hörmət eləməyiblər. Və məcbur olub insanların, heyvanların aparıb otarırmış. Günlərin bir günü Aruz bir kənd var, kəndin adı Aruz. Lerik ilə yardımlının arasına düşür. Günlərin bir günü bir alimi dəvət edirlər bir məntəqəyə, ora yaxın bir yerdə bir məclisə, ruhani alim orada danışır və cəmaat da buna hamı deyir ki, sən nə gözəl alim falan danışır, bəh-bəh falan. Deyir ki, sizin məntəqədə böyük bir şeyx olmalıdır. Deyirlər ki, bizim məntəqədə şeyx, deyir, bəli, Nəcəf alimi, özü də böyük bir şəxsiyyət. Kimdir o? Deyir ki, Qələm adında, Şeyx Qələm. Deyirlər, valla bizdə elə bir qələm yoxdur. Bir nəfər var, yaşlı başlı bir qoca kişi var. Qələm kişi kəndin nabatına gedir, yəni heyvan otarır. Bu işlə məşğuldur. Bu məclis qutarır, bu üz tutur ora. Gedir bunu axtarmağa, soruşa-soruşa deyirlər, filan dağın ətəyində mal heyvan otarır. Gəlir, görür, budur da, bu alimdir də, Şeyx Qələmdir də. Dizlərin atır o alimin qarşısındakı, ağa sənə fəd olum, bizi sənə tapşırıblar ki, biz bilmədiyimiz məsələni gələk səndən soruşaq. Amma sən bu nədir, bu kəndin heyvanın, malın heyvanın otarsan? Buyurur, bizim vəzifəmiz budur, vəzifəmiz insanlara xidmət eləməkdir. Çalışırıq xidmət eləyək, indi o xidmət alınmayıb, bu xidmət eləyirik. Deyir, o alim əllərin qaldırır, deyir, ilah pərverdigara, səni and verirəm, and içir də özü üçün alim. Bu eli, bu obanı, bu məntəqə, bu kənd ki var, buranı alimsiz qərar verir. Deyir, çıxır gedir. Mən maraqlandığım qədər bu gündə həmən məntəqədə ruhani alim olmayıb. O vaxtdan. Ətraf məntəqələrdən olub alimlər, gediblər Nəcəf, Qum, oxuyublar, amma oradan heç vaxt olmayıb. Ömür boyu məcbur olub qıraqdan gedib alim gətiriblər. Ömür boyu gedib qıraqdan ruhani gətiriblər. Alimlər bu cürdür. Onların qədrin, dəyərin bilmək bu cürdür. Bugün düşmənin qorxduğu, baxın fikir verin, bir alim, düşmən bir dənə şəxsdən nə topu var, nə tüfəngi var, amma düşmən ondan qorxur. Böyük bir şəxsiyyət Sistani ağa əyləşib Nəcəfdə, balaca bir yerdə, palçıqlı bir evdə, amma dünya ondan qorxur. Çünki düşmən o alimlərin qədrin, dəyərin bizdən daha yaxşı bilir. Ya Ayətullah Xamni ağa
ki bu qədər bizim müştehidlərimizin barəsində təbliğat gedir ha. Bu qədər ki bizim gözümüzdən salırlar bunları. Çünki düşmən onları bizdən yaxşı tanıyır və dəyərin bilir. Təsəvvür edin, bir dənə Allah rəhmət eləsin İmam Xümeyni, bir dənə əbası var idi, bir dənə əmmaməsi. Heç nəyi də yox idi. Heç ordusu da yox idi. Niyə bu qədər dünya düşmüşdü onun üstünə? Niyə bu qədər dünya ondan hesab aparmaq istəyir? Bizim məntəqədə bir alim var idi, Molla İzzət kişi, Allah rəhmət eləsin. Dedi, belə baxmayın ha, bizim üstümüzü unlu görüb dəyirmançı hesab edirsiniz. Bizdən dünya hesab aparır. Dünya bizdən hesab aparır. Ona görə nə qədər bizim müştehid alimlərimiz əlimizin içindədir, bunların dəyərin, qədrin bilək. Düşmənin sənlə, mənlə işi yoxdur ya. Bizim namazımızla işi yoxdur. Amma fikir verin, son zamanlar təbliğat maşınları ancaq alim müştehidlərin barəsində işləyir. Müştehid nədir? Sən zombisən, biri deyir robotsan, biri deyir filansan. Ki müştehiddən də təqlid elə bilirlər ki, müştehiddən təqlid eləmək, yəni ki, robot olmaqdır. Yəni ki, məsələn, itaat eləməkdir. Eynən vəhabi düşüncəsi kimi. Əhl-i beytdən istəmək, əhl-i beytin yolu ilə getmək, onlara ibadət eləməkdir, şirk qoşmaqdır. Müştehid nədir? Müştehidə ibadət eləyirsiniz. Biz müştehidə ibadət eləmirik. Biz müştehiddən öyrənirik bilmədiyimizi. Həmən müştehiddir ki, bizi pak eləyir. Həmən müştehiddir ki, yenə də bizi bastıranda o alimlər yenə də bizi pak eləyir. Fikir verin, nə qədər düşmən olan insanlar da olsun, fikir verin, yəni bu toy deyiləsə, ən azından din qəbul eləməyən belə olsa, ruhani qəbul eləməyən olsa belə, məcburdur gedir ki, bir nəfər tapsın ki, kəbin oxuttursun. Bunu dərk eləyir. Və dünyasını dəyişəndə də retq olub həyatda, tarixdə ki, məsələn, bəzilərin dəfn eləməyiblər. Amma görürsən, nə qədər din sevməyən adam da olsa, alim sevməyən adam olsa da belə sevmir, məcburdur gedir bir nəfər gətirir ki, bunun atasına qusul versinlər, kəfənə büksünlər və bunu dəfn eləsinlər. Dünya bunun qədrin, dəyərin bilir. Biz niyə öz alimlərimizin, müştehidlərimizin dəyərin, qədrin bilməyək? Dünya bunlarla hesab aparır və gecə gündüz bizi alladırlar, bizi yolumuzdan azdırırlar. Bugün ən böyük təbliğatlardan da biri bu məsələdir. Bizi rəhbərlərimizdən, bizi müştehidlərimizdən uzaq salmaqdır. Bugün vəhabi düşüncəsi Əbu Süfyan İslamı bütün təbliğatı ilə aləmi tutub. Görürsən, hər nəyimizdə eyb axtarırlar, hər nəyimizdə məxsus da bizim alim üləmalarda. Ona görə Allah lütf eləyir. Yenə böyük bir ustadın sözünü deyirəm, deyərdi ki, Allah lütf eləyir bir yerdə ki, bir alimin olmağı böyük bir dənə rəhmətin və bərəkətin olmağıdır. Biz Allahımıza şükür eləyək bu qərib yerdə, bu Moskva şəhərində Allah bizə nə qədər dəyərli alimlər, ruhanilər və müştehidlərimizin nümayəndələri, insanlar var ki, əlləri çatmır. Amma müştehid nümayəndələrimiz, ağamızın nümayəndəsi, Sistani ağanın nümayəndəsi, Xamni ağanın nümayəndəsi, hamısı əlimizin içindədir. Məsələn, heç bəzən böğrümüzdən də hər gün bizləndilər. O qədər sadələşiblər ki, məsələn, elə zarafat da eləyirik onlarla. Halbuki biz insan dərindən fikirləşsə, bu böyük bir dənə nemətdir. Amma insanlar var, həsrətindədirlər. Amma Allah bizə bir nemət verib bu şəhərdə, amma biz bu nemətin qədrini bilmirik. Əlimizdən çıxandan sonra adətdir, nemətin qədrini bilirik. Bugün hər yerdə o gedən təbliğat bizim içimizdə də gedir. Bugün bizi də müştehidlərimizi ayrırlar, özümüzü ayrırlar, alimlərimizi ayrırlar. Çünki bir olanda heç nə eləyəlməzlər. Bugün insanlar elə bir dənə vəziyyətə gəlib qorxurlar desinlər hansı müştehiddən təqlid eləyirlər. Bəzən insanları biraz sıxışdıranda hamımız etiraf edir ki, yox, mən falandı, o falandı, falandı. Amma düşmən, sözümü bitirəm, düşmən yaxşı bilir ki, kimdən? Əgər bu günləri, baxın, hansı bir
alimin üstünə düşüblərsə, hansı bir alimin əks təbliğatını aparırlarsa, hansı müştehidin əks təbliğatını aparırlarsa, yəqin bilin ki, həqiqətən də Allah təbarəkə və taala deyən alimlərdir onlar. Onlar həqiqətən də Allahdan qorxan alimlərdilər. Allahdan qorxan həqiqi alim bəndələrdilər. Heç görmüsünüz ki, bir çox dünyada alimlər var. Misal da çəkmək istəmirəm adlarını, sonra söz olar. Heç görmüsünüz onların üstünə düşsünlər, onlardan bir şey qursunlar, onlardan bir şey danışsınlar. Minbazdan görmüsünüz, Minbaz böyük Vəhabi Sələfi alimlərindəndir məsələn. Görmüsünüz ki, ondan nəsə bir dənə bir şey düzəltsinlər, desinlər ki, yaşı bu belədir, bu Allahdır, bu qədər yiyir, bu qədər dağıdır. Yoxdur belə bir şey. Görmüsünüz, yox, görə bilmərsiniz. Amma bir dənə böyük bir şiə, mərəci müştehidin dalınca, şiə alimin dalınca gündə bir şeylər danışırlar, gündə bir şeylər qururlar. Gecə gündüz bu təbliğatı eləyirlər. İnsan ayılmalıdır və biz ayılmalıyıq. Həqiqətən də bizim mərhum, Allah rəhmət eləsin, Allah onun ruhunu şad eləsin, böyük dəyərli şəxsiyyətlərdən olub, həqiqətən də şəxsən biz onun timsalında başqa nümayəndələrimiz də olub, onların da dəyərin, qiymətini o qədər bilməmişik. Ağay Xudaya, Allah rəhmət eləsin onu da. Onun da böyük zəhmət olub. Biz bu alimlərimizi əlimizin içində saxlamalıyıq, amma təəssüflər olsun, yavaş-yavaş biz soymuşuq. İnanın, həm dindən soymuşuq, həm alimdən soymuşuq. Gərək biz soymayaq, şeytan gərək bizim aralarımıza girməyək. Biz gərək mehriban olaq, gərək alimlərimizi əlimizin içində saxlayaq və onları qoruyaq. Çünki Allah təbarəkə və taala qiyamət günü soruşacağı, necə ki məscidin barəsində soruşacaq, alimin barəsində sual olunacaq. Alimlə rəftarın barəsində sual olunacaq. Və o cümlədən indi bizim dəyərli alim müştehidlərimizin nümayəndəsi var, Şeyx Mehdi ağa. Allah onun ömrünü uzun eləsin, bərəkətli Allah ona ömür versin. Çox gözəl insan, əxlaqı ilə, yəni üzünə demək olmasın, çox mədəniyyətli bir şəxsiyyətdir, çox əxlaqlı bir şəxsiyyətdir, çox təvazükar bir şəxsiyyətdir. O cümlədən bizim Xamni ağanın nümayəndəsi ağay Bəxtavəri, Allah ömrünü uzun eləsin. Bunlar hamısı bizim gözəl alimlərimizdir və bizim öz alimlərimiz ki, burada əyləşiblər ki, adlarını saymıram, ümumi Moskvada olan ruhanilərimiz var. Bunlar doğrudan da bunlardan heç yerdə yoxdur. Bunların dəyərin və qədrin bilək və doğrudan da siz cəmaat, Allah sizdən razı olsun. Mən elə bilirdim ki, bura dolmalıydı. Çünki həqiqətən də Şeyx Mosul ağanı hamı tanıyırdı, uşaqdan böyüyə. Ki, yəqin hər kəsənin bir üzrü var, hər kəsənin bir işi var. Və biz Allah rəhmət eləsin o böyük şəxsiyyətə. Allah onu Peyğəmbər və Ali Peyğəmbərlə məşhur eləsin. Allah siz əzizlərin, dünyadan gedənlərin rəhmət eləsin. Sizdən mən təşəkkür eləyirəm. Və təşəkkür eləyirəm ki, saymısınız, gəlmişsiniz. Doğrudan da siz alim bilən, dəyərli cəmaatımızsınız. Allah sizi hifz eləsin. Allah bizi alimsiz qərar verməsin. Allah bizim müştehidlərimizin ömürlərin uzun, bərəkətli eləsin. Və bizim müştehid nümayəndələrimizi Allah qorusun və hifz eləsin inşallah. Bais səbəbkar mərhum Şeyx Mosul ağadır. Rəhməllahu mən yəqrəul Fatihəti məs-sələvat.